Salam əziz izləyicilər, hər birinizi yenidən xoş gördük. Burada işarəsi qaldığı kimi bayaqları yuxarıdakı mətni çəkmişəm. İndi növbəti mətni vaxt itirmədən çəkirəm ki, siz üçün bunları eyni vaxtda yükləyə bilim. Siz də əgər bizi izləyirsinizsə, abunə olmağı unutmayın və videolarımızı paylaşmağı unutmayın. Təbiətin ətraf mühitin qorunması ilə bağlı hansı hekayələri oxumusunuz? Bunu siz oxumusunuzsa məlumat verə bilərsiniz. Bu sizin şəxsi təcrübənizə əsaslanır. Burada ağac əkən adam bu əsərin adıdır. Fransız yazıcı Jean Giono bu əsəri yazmaqda təbiətin gələcəyi ilə bağlı narahatlığını ifadə edir. Hekayədə uçsuz-bucaqsız çöldə ağac əkən bir çobandan bəhs edilir. Müəllif oxucuya çatdırmaq istəyir ki, hər bir uğur böyük zəhmət və səbir hesabına baş gəlir. Bu mətni artıq siz oxumusunuzsa mən birbaşa çalışmalara keçirəm. Yayla, belə deyək də, çöl hissəsində yerləşən əkin yeri, lavanda bir bitki adıdır, qumquma su qabıdır, fidan yeni yetişən ağacdır, ruzigar küləkdir, çayır yerdə bitən otlardır, qamış sulu ərazilərdə bitən hündür bitkidir, gəmirici onları həşəratlardır, orman meşədir, bəşər də bizim yaşadığımız dövr, bəşəriyyət, o gün necələr dünya yaranandan bu günə bəşər tarixi adlanır. Bunların lüğətdən də istifadə edib baxa bilərsiniz. Mən öz bildiyim qədərilə sizə məlumat verməyə çalışdım. Keçirik növbəti suala. Qumqumanı dedik, lavandanı dedik. Zəncir sözünün mənasını oxuyun. Zəncir bir-birinə keçirilmiş dəmir halqalar və silsilə. Zəncirvari deyəndə, yəni bir-birinə sıx şəkildə bağlanmış, orada ağaclar deyir. Yəni sıralı şəkildə ağaclar burada meşə əmələ gətirib deməkdir. Yuxarıda mətndə zəncirvari sözü var. Alp dağlarının yamaclarında meşələrin məhv olmasına səbəb nə idi? Baxın, burada yazır ki, səbəb nə idi? Səbəb o idi ki, baxın, da odun kömürü hazırlayırdılar və bu yerlərdə artıq ağaclar bitmişdi. Ondan sonraki sualımız ki var bizim, həmin sualda deyəcək ki, sizcə nə üçün kənd əhalisi həmin əraziləri tərk etmişdi? Çünki orada yaşanılacaq durum yox idi. Çünki orada artıq, baxın, necə deyərlər, ağac yoxdur, hər yeri gün düşür, hətta, baxın burada, deyəcək ki, günlər şiddətli külək əsir, dağılmış şeylər, uğultu olur, bu külək əsirsə burada toz olur, artıq özlərinin elə bir sonunu gətirmişdilər orada bütün ağacları kəsməklə. Meşə yaranandan sonra quru və boz çöllərdə hansı dəyişikliklər baş verdi? Baxın, meşə yaranandan sonra artıq dələ su axdı, su meydana gəldi və burada bir çox otluqlar, söyüdlüklər bitir, hava dəyişir. Necə deyərlər, burada artıq quru, sərt külək artıq sərin, xoş ətirli mehə çevrilir. Bu abzasdan cavab yaza bilərsiniz. Necə olur ki, ağaclar əkildikdən sonra quraqlıq ərazidə su əmələ gəlir? Baxın, sxemi verib sizə. Ağac böyüyür, ağac böyüdükdən sonra kök atır torpağa, torpağa kök atdıqdan sonra bu köklər torpaqdan su yığır və buxarlanma baş verir. Buxarlanma baş verdikdən sonra göydə bulud yaranır. Bulud da bir müddət sonra yenidən suya çevrilir və yağış yağır. Yağış yağdıqca yerdə su çoxalır və belə dövrüyə baş verir. Bununla da su əraziləri əmələ gəlir. Gəlin dinləmə mətni eləyək. Burada dinləmə mətni var. Dinləmə mətnində görə bizə nədən danışacaq? Qarabağ təbiətinə qarşı terror. Burada çalışmaları sizlə bərabər mən Qarabağ təbiətinə qarşı terror. Çalışmaları bir yerdə işləyəcəyik. Bitki örtüyü var. Burada 2000-dən çox bitki növünə rast gəlinir. Bu bölgənin flora və faunasını qorumaq məqsədi ilə ötən əsrin ortalarından başlayaraq bir sıra dövlət qoruqları təşkil edilmişdir. Bəsilçay dövlət qoruğu Zəngilan rayonunda yerləşir. Burada əsasən nadir şərq çinarları qorunur. Bu çinarlardan birinin yaşı 1200-ə çatır. Hündürlüyü isə 53 metrdir. Onun gövdəsindən əmələ gələn 200-ə yaxın pöhrə də nəhəng ağaclara bənzəyir. Bu əzəmətli görünüşü ilə həmin çınar
xalqımızın vüqarının, tariximizin qədimliyinin, təbiətimizin əzəmətinin simvoluna çevrilmişdi. Laçın, Şuşa və Xocalı ərazisində də qoruqlar yaradılmışdı. Hacısamlı meşəsində qırmızı palıd ağaçları, Topxana meşəsində fıstıq, qara ağac, saqqız ağacı, vələs, Qarabağ dağ laləsi, xarı bülbül və sair bitkilər qorunur. Təəssüf ki, meşə sərvətimiz uzun illər erməni işğalçıları tərəfindən talan edilmişdi. Hələ 1988-ci ildə ermənilər Şuşa yaxınlığındakı Topxana meşəsini qırıb tikinti işləri aparmağa cəhd etdilər. O vaxt 100 minlərlə insan Bakının Azadlıq meydanına toplaşaraq bu hadisəyə etirazını bildirdi. Etirazlar get-gedə böyüyərək Sovet hakimiyyətinə qarşı milli azadlıq hərəkatına çevrildi və Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdi. 1992-1993-cü illərdə Ermənistan silahlı ordusu tərəfindən işğal olunması Qarabağın təbiətinə ciddi zərbə vurdu. Azərbaycanın 261 min hektar meşə sahəsi məhv edilmiş, torpaq örtüyü və su hövzələri zəhərli maddələrlə çirkləndirilmişdi. Nəticədə həmin ərazilərdə heyvan və quşların, çay balıqlarının sayı kəskin azalmışdı. 2020-ci ildə rəşadətli Azərbaycan ordusu Qarabağı azadlığına qovuşdurdu. İndi parklar, qoruqlar bərpa olunur. Torpaqlar minalardan təmizlənir. Çirklənmiş çaylar, göllər durulur. Qarabağın təbiəti yenidən dirçəlir. Deməli, bu mətni dinlədikcə biz bu Qarabağ mətni haqqında, Qarabağda olan meşələr, qoruqlar, nadir bitki növləri haqqında məlumat aldıq. Mən dinlədikcə müəyyən qeydlər apardım. Siz bunu yəqin ki, məktəbdə dinləyəcəksiniz və məktəbdə çalışın, diqqətli qulaq asın. Burada işğal zamanı birinci sualımız odur ki, niyə azala bilər? Çünki mənfur düşmənlər meşələri yandırar, onları qırar, çayları zəhərli sularla çirkləndirər və yararsız hala sala bilərlər. Qarabağda 19-cu əsrin ortalarından qoruqlar salınmağa başlayır. Ondan sonra ermənilər onları dağıdırlar. Hətta 1988-ci ildən artıq Topxana meşəsini dağıtmağa başlayırlar. Bunu görən Azərbaycanlılar həmin illərdə aksiyalar keçirirlər və nəhayət müstəqil Azərbaycan yaranır. Bu qoruqları onların əlindən almağa müvəffəq olur. Yenidən mənfur düşmənlər torpaqlarını işğal edir, amma 2020-ci ildə zəfər yürüyüşü, belə deyək də 44 günlük zəfər müharibəsində rəşadətli ordumuz o torpaqları düşmən əlindən alır. Buna görə də biz bunu şəhidlərimizə borcluyuq. Allah şəhidlərimizi rəhmət eləsin. Keçək növbəti çalışmamıza. Ağac əkən adam əsərini yazmaqda müəllifin məqsədi nə idi? Bu məqsəd o idi ki, biz hər birimiz bir adam bir meşə sala bilərsə, hər birimiz bir ağac əkərsək, biz dünyanı yaşıl bir cənnətə çevirə bilərik. Əslində bu fikri bizə yönəltmək istəyir. Bunun cavabı sizin də siz nə anladınızsa bunu da müəllimə bildirə bilərsiniz. Beynəlxalq Meşələr Günü mövzusu ilə bağlı təqdimat hazırlayın. Bu təqdimatı özünüz araşdırmalar aparıb birlikdə qrup yoldaşlarınızdan apararsınız, onu mən deməyəcəm. Sözün quruluşca növləri. Uyğunluğu müəyyən edin. Quruluşca növləri şəkilçilərdən asılıdır. Gəlin birinci bu qaydanı mən istədiyim, sonra çalışmaya qaydaq. Baxın, ümumiyyətlə sözdə əgər kök və leksik şəkilçi varsa buna düzəltmə söz deyirik. Düzəltmə. Düzəltmə. İki sözdən ibarətdirsə, iki sözdən, yəni orada iki dənə kök varsa buna mürəkkəb deyirik. Gəl. Bir kök və qrammatik şəkilçidən və ya tək kökdən ibarətdirsə buna sadə söz deyirik. Gəlin indi yuxarıda baxaq. Meşə, meşənin bir dənə kökü var. Meşənin qrammatik. Meşəlik, meşə bir dənədir, bəy bir dənədir, qrammatik. Deməli, leksik şəkilçi bir dənədir. A.
Yalnız kökdən ibarətdir. B, iki söz var. D, qrammatik şəkilçisi var. C. Bundan da hansı düzəltmə, hansı mürəkkəb, hansı sadədir bunu ortaya çıxara bilirik. Verilmiş sözlərin quruluş növünü gəlin birinci bir ayıraq. Kəpənək sözün kökü aş, süzmək və süzən, məktəb, lig, leksik, dost, lar, qrammatik, toz, torpaq, mürəkkəb, yaxın, yaxınlaşdı. Deməli, bu sadə, bu mürəkkəb, bu düzəltmə. Bu sadə, bu mürəkkəb, bu da düzəltmə, çünki tərkibində leksik şəkilçi var. Düzəltmə sözlə sözün kökü arasında məna bağlılığı olur. Görürsünüz, bunu qeyd eləmək lazımdır, bunu öyrənmək lazımdır. Çünki yeni yaranan söz öz kökünə bağlı olmalıdır. Yalnız sadə sözlərdən ibarət atalar sözlərini. Deməli, qorxmaq, qorxaq, leksikdir. Kölgə, kölgəsi, kölgəsindən, qorxmaq, qorxar. Burada leksik var. Sadə dedi, bunu çıxırıq. Dünya da yaxşı kökdür, yaxşılıq leksikdir. Ona görə dır qrammatikdir. Bunu da çıxırıq, leksik şəkilçi var idi burada. Yaxşılıq. Dost, dostun qrammatikdir. Eyb, eybi, eybini. Üz, üzü, üzünə demək və deyər. Qrammatikdir hamısı. Düzlük leksikdir. Xoşbəxtlik də mürəkkəb, yox, düzəltmədir, amma mürəkkəb sözdür də. Bir tərəf sadə, bir tərəf isə düzəltmə sözdən yaranıb. Xoşbəxtlik mürəkkəb sözdür. Açmaq, açarıdır. Deməli, cavabımız oldu C variantı. Verilmiş sözlərə leksik şəkilçilər artırmaqla düzəltmə sözlər yaradın. Həmin sözlərin izahlarını yazın. Çalışmaq, deməli, çalışmaqda biz çalışmada yaza bilərik. Çalışqan da bir şeyi əldə etmək üçün səy göstərmək. Bura çalışqan yazaq. Çalışqan. Çalışqan, çalışqan adama deyirlər. Bir şeyi davamlı etmək istəyən adama, öz yolundan dönməyən adama deyirlər. Gəmiyə gəmiçi deyək. Gəmiçi. Gəmiçi olacaq gəmidə işləyən adam. Söyüd. Söyüd isə söyüdlük deyək. Söyüdlərin çox olduğu yerə söyüdlük deyəcəyik. Növbəti son çalışmamız. Sözləri uyğunlaşdıraraq mürəkkəb sözlər düzəldir. Ayaq sözündən yaranır qırxayaq. Ayaq. Qızılgül. Gül. Sonra üç bucaq. Bucaq. Ağdaş. Ağdaş. Bununla da bu bölmənin sonuna gəldik. Ağıllı canlılar mövzusunda görüşərik.